Mənim əziz şagirdlərim, bugünkü dərsimiz planda relyefin təsviridir. Planda relyefin təsviri və həmçinin relyeflə bağlı olan bütün horizontal məsələlərinin həllinə baxacağıq. Ümid edirəm ki, səbirlə yanaşacaqsınız. Dərsimizə qarşı dəftərinizi, qələminizi hazır edin. Çünki bu məlumatlar sizin üçün çox vacib məlumatlardır. Demək, birinci, nəyi bilməliyik? Relyef nədir? Relyefin tərifi budur. Yerin nahamarlıqlar cəmi. Biz gündəlik həyatımızda da uzaq yol gedərkən relyefin müxtəlif formalarından rastlaşırıq. Yaşadığımız bölgəyə diqqət etsək, əgər yaşadığımız bölgədə dağ varsa, çökəklik varsa, bu elə relyefin özü deməkdir. Və yaxud da uzaq məsafə ilə maşınla gedərkən maşının dolanbac yollarla getməyi, tez-tez maşının silkələnməyi, bunların hamısı nə deməkdir? Yer hamar deyil. Yer çoxlu maneələrdən ibarətdir. Və bugün dərsimiz relyefin planda təsviri, eləcə də hündürlüyün formaları, həmçinin horizontallarla bağlı məsələlərin izahı olacaq. Gəlin, başlayaq. Deməli, uşaqlar, biz birinci növbədə relyef formalarının iki versiyasını sizə göstərəcəyik. Birinci versiya, əlbəttə ki, dağ və təpə. İkinci versiya isə çökəklik olacaq. Birinci başlayaq dağ və təpədən. Deməli, dağ və təpə fikir verirsiniz, qabarıq relyef formasıdır. Normalda düz səthə baxarkən onun çıxıntı kimi verdiyi hissə dağ olur və yaxud da təpə olur. Dağ və təpəni biz planda təsvir edərkən horizontallardan istifadə edəcəyik. Horizontalların ikinci adı izohipslər olacaq. Horizontal bərabərdir izohips. Bunları dəftərinizə qeyd edin. Yəni, horizontal və izohips termini eyni termindir. İzohips sözünün mənası izo eyni, hips isə hündürlük deməkdir. Bəs nəyə görə bu eyni hündürlük terminini biz istifadə edəcəyik? Deməli, uşaqlar, elə düşünün ki, dağı biz bu hissədən də eyni məsafə olaraq bir neçə hissəyə böləcəyik. Götürək, məsələn, bu dağı 100 metr parçalara bölək. Bu hissədən 1, 100, 2, 3, 4. Gəlin buradan da eyni formada xətlər qeyd eləyək. Bu biraz əyri oldu. Bu hissə və bu hissə. Deməli, uşaqlar, baxın, biz dağı və yaxud da bu təpə ola bilər, eyni məsafədə böldük. Yəni, bu hissəmizdə 100 olacaq, bu hissəmdə 100-dür, bu hissədə 100, 100, 100. Həmçinin buradan verdiyimiz bölgüdə 100 metr bölmüşük. Həmin hissəni birləşdirsək, baxın, bu nöqtələri birləşdirsək, bu formanı alırıq. Diqqətlə fikir verin. İndi uşaqlar, elə düşünün ki, yuxarıdan bu dağa basqı etmişik. Əslində, bu dərsi daha yaxşı başa düşmək üçün siz plastilindən də istifadə edə bilərsiniz. Hər təbəqəni, dağın təbəqəsini müxtəlif rəngdə deməli, halqalara alırıq. Həmin halqaları hazır edəndən sonra dağı yuxarıdan basırıq aşağıya doğru. Qəribə bir forma alacaq. Elə bil ki, məsələn, dağı qəhvəyi rəngdə bir dağ yaratmışsınızsa plastilindən və bu halqaları qara rəngdə eyni məsafədə halqa düzəltsək, əlimizlə o dağı bassaq, görəcəyik ki, qəhvəyi dağ və ara kəsmələrdə qara halqaları görə bilirik. Ona görə də biz deyirik ki, eyni mütləq hündürlüyə malik, nöqtələri birləşdirən, qapalı, əyri xətlərə horizontal və yaxud da izohips deyirlər. Yəni, buradan biz basqı versək, aşağıda belə bir formanı əldə edəcəyik. Baxaq necə horizontaldır. 1, 2, 3, 4, 5. İkisini çəkdik. 3,
4 və 5. Baxın, eynən bu vəziyyət alacaqdır. Deməli, uşaqlar, fikir verin, hər bir horizontalın arasındakı məsafə eynidir. Məsələn, əgər mən dağın ətəyimə 0 metr verirəmsə, 100 metr bu hissə, 100 bura, 100 bura, 100 bura, 100 və bu nöqtə. Ümumilikdə nə qədər edəcək? 100, 200, 300, 400, 500. Deməli, bu hissəyə qədər olan məsafə 500 metrdir. Həmçinin gəlin bu hissəyə baxaq. 100, 200, 300, 400, burada da 500. Ümumi nə qədər oldu? 500 metr edir. 500 metr. Deməli, uşaqlar, burada da artıq bir hissəm qaldı. Bunun horizontal olması üçün gərək burada da 100 metr olsun. Məsələn, orada mənim artığım qalsın 50 metr. Bu hissə 50 metr. Deməli, dağın ümumi hündürlüyü nə qədər olacaq? 500 metr üzərinə 550. Yəni, 550 metr bu dağın mütləq hündürlüyüdür. Çünki biz ətəyi 0 metr vermişik. Bu nöqtəyə zirvəni qoysaq, zirvəyə rahatlıqla 550 yaza bilərik. Eynən, bax, bu dağın horizontalı budur. Yəni, horizontal dedikdə, İstənilən formada ola bilər. Məsəl üçün, horizontal 2-dən ola bilər, horizontal 3-dən ola bilər, horizontalın forması fərqli ola bilər. Yəni, qapalı, əyri xətlərdir. Gördüyünüz kimi. Aha, indi keçək. Bu silindi, bunu düzəldim. Aha, indi keçək uşaqlar. Çökəkliyin göstəricinə. Çökəklik də eynən təpə və dağ kimi horizontallara bölünə bilir. Məsələn, ərazimizi götürək, burada bir çökəklik yaradaq. Baxın, belə bir forma. Deməli, uşaqlar, bu bizim çökəkliyimizdir. Bura çöp adam çəkək, bizim məşhur çöp adamımızı daha yaxşı başa düşmək üçün. Bu çökəkliyin əlbəttə ki, dərinliyi olacaq. Eynən dağda horizontal yaratdığımız kimi, əslində biz də çökəklikdə horizontallar yarada bilərik. Məsələn, elə fikirləşək ki, bunu da biz 50-50 bölürük. Məsələn, bu hissədə 50 olsun, burada 50, 50, 50, bu hissədə 20 olsun. 1, 2, 3, 4, 220 metr dərinliyi olmuş oldu. Bunu da biz eynən horizontalın vəziyyətinə gətirə bilərik. Baxaq görək necə horizontal ayırmışıq. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, buradan da 1, 5. Baxın, bu da bizim çökəkliyimizin horizontalı. Bəs biz planda bunları necə fərqləndirəcəyik uşaqlar? Baxın, yəni çökəkliyin də, dağın da horizontalı eynidir. Biz bunları necə fərqləndirək? Bu relyef formalarını əlbəttə ki, bir-birindən fərqləndirmək üçün bizim köməyimizə berg ştrix gələcək. Nə gələcək? Berg ştrix. Gəlin baxaq görək bizə berg ştrix necə kömək eləyəcək. Biz necə biləcəyik? Bu horizontal dağı göstərir, təpəni göstərir, çökəkliyi göstərir. Deməli uşaqlar, əgər horizontallarda berg ştrix çölə doğru çəkilibsə, bu bizə dağı və yaxud da təpəni göstərəcək. Necə oldu? Əgər berg ştrix çölə doğru çəkilərsə, bu bizə dağın, təpənin olduğunu göstərəcək. Adətən testlərdə bu xətlər hər ikisində qara rəngdə görsənirdi ya, uşaqlar həyəcandan o berg ştrixləri ayırd eləyə bilmirlər. O dağdır, yoxsa çökəklikdir. Buna görə də biz tez oxun ucuna, daha doğrusu berg ştrixin ucuna belə bir ox işarəsi qoyuruq və görürük ki, haranı göstərir? Çölü göstərir. Deməli, bu horizontal bizə dağ və təpəni göstərir. Yox, əgər berg ştrixdə horizontalda berg ştrix
içəriyə doğrudsa, artıq sizi oxla göstərirəm ki, bir də bunu yenidən düzəltməyə ehtiyac qalmasın. İçərini göstərirsə, bu artıq çökək relyef formasını göstərir. Yəni çökəklik. Bəzən uşaqlar yarğan da görə bilərsiniz. Yəni çökək hissədən. Deməli, yarğan və çökəkliyi bildirir. Bergştrix nədir? Bergştrix horizontalın və yaxud da izohipsin planda dağ, təpə və yaxud da çökəkli yarğan olduğunu bizə göstərdi. Bergştrixin uşaqlar əlamətləri var. Gəlin bu Bergştrixin əlamətlərinə biz baxaq. Maraqlı bir rəng seçək, yaşıl seçək. Bergştrixin deməli əlamətləri. Birinci nə oldu? Artıq biz birinci əlamətini bilirik. Horizontalın dağ, mötərizə açın, yazaq təpə və ya çökəklik olduğunu göstərir. Və bu nümunəni yuxarıda vermişəm. Baxın, Bergştrix çölə doğrudsa dağ, təpə, içəriyə doğrudsa çökəklikdir. İkinci əlaməti Bergştrix horizontallara perpendikulyar çəkilir. Perpendikulyar çəkilir. Perpendikulyar nədir? Gəlin ona baxaq. Riyazi biliklərimizi işə salaq. Uşaqlar, perpendikulyar budur. Əgər fərqli xətlə istəyirsə göstərmək belə, yaşıl xətdə bənövşəyi xətt perpendikulyardır. Və biz çox aydın şəkildə gördük ki, məsələn, bu horizontaldısa, Bergştrix baxın bu hissəyə. Eynən perpendikulyar formada verir. Üçüncü əlamətimiz isə olacaq səth axınlarının istiqamətini göstərir. Səth axınlarının istiqamətini göstərir. Deməli uşaqlar, bunun ən gözəl yolu necədir? Elə bilin ki, bir dənə dağ çəkirik bura. Elə bil ki, elə çəkək. Dağ, birinə də çökəklik. Əgər əlimizə o deyil bir stəkan suyu alsaq, belə bir stəkan çəkək, suyu alsaq, bu suyu töksək. Nə baş verəcək? Dağın zirvəsindən ətəyinə doğru, bunu mavi rəngdə göstərim ki, siz onu daha aydın başa düşəsiniz. Maşallah, burada markerlər çoxdur. Su necə axacaq? Təpədən aşağı, zirvədən aşağı elə deyil. Burada stəkandan töksək, su necə axacaq? Çökəkliyin içərisinə. Elə deyil. Baxın uşaqlar, səth axının artıq istiqamətini görə bilirsiniz. Birində mərkəzə doğru gedir, oxla göstərək burada, yəni çökəkliyə. Dağ və təpədə isə kənara doğru. Bu bizə nəyə xatırlatdı uşaqlar? Eləcə bu horizontallarda içəri çəkmişdik biz. Bizim qara markerimiz hara getdi? Burada. Necə ki, dağda biz horizontalda Bergştrixi çölə çəkdik. Bu elə bizə əslində səth axınlarını göstərir də uşaqlar. Baxın, zirvədən sanki ətəyə doğru axır. Çökəklikdə isə Bergştrix necə idi? İçəri doğru idi. Elə deyil. Elə bilin ki, kənardan içəriyə doğru axır. Bax, bu da bizim səth axınlarının istiqamətini göstərən vizual şəklimiz. Rəssam olası adamlarıq. Deməli, Bergştrix nə oldu? 3 əlaməti var, əzizlərim. Horizontalın dağ, təpə və yaxud da çökəklik olduğunu göstərir. İkincisi, Bergştrix horizontallara perpendikulyar çəkilir və biz perpendikulyar nümunələrlə göstərdik. Üçüncüsü isə səth axınlarının istiqamətini göstərir.
Aha, artıq Berkştiriklə bağlı düşünürəm ki, bizim problemimiz olmaz. İndi keçək digər məsələlərə. Ə, Yadımızda saxlayaq əziz şagirdlərim. Horizontallar əgər bir-birinə sıxdırsa, yəni görkəm cəhətdən, deməli həmin hissə dikdir və yaxud da meyillidir. Məsələn, biz normalda tutaq ki, dağın şəklini çəksək, buradan çox aydın şəkildə görə bilirik ki, bu hissə dikdir. Baxın. Amma digər hissə, bax bu hissə maillidir. Meyilli yox ha uşaqlar, maili. Daha geniş formadadır. Deməli, meyilli ilə mailini qarışdırmayın. Meyilli o deməkdir ki, dikdir. Bura yazıram. Meyilli bərabərdir dik. Bunu bir dəfəlik yadda saxlayın. Bunu şəkildə rahat gördük. Bildik ki, müəllim çəkdi burada şəklini və normalda da gözümüzlə dağı görürük. Dağın bir tərəfi dikdir, bir tərəfi genişdir, enlidir. Bəs bunu biz horizontalda necə biləcəyik? Gəlin elə bu çəkdiyim dağın görüntüsünə uyğun bir horizontal hazırlayayım sizə. Əvvəlcə ətəkdən başlayaq. Görürsünüz bu hissəni. Baxın bu hissəni. Görürsünüz. Bu hissədə horizontallar bir-birinə sıxdır. Amma bu horizontallar arasında görün nə qədər məsafə var. Deməli, əgər horizontalda bir-birinə sıx yerləşmə varsa, bu hissə dik sayılır, meyilli sayılır. Yox, əgər enlidirsə, bu ərazi dik götürülmür. Yazıram bura, dik, meyilli. İstəsəz gözünüzlə qeydiyyat da götürə bilərsiniz. Əgər horizontallar bir-birinə sıx yerləşibsə, meyillidir deməkdir. Meyilli deyirlər. Belə yazaq, qısa formada. Yəni artıq bunu bildiniz ki, horizontallar bir-birinə yaxındırsa, bu ərazinin dik olduğunu və yaxud da meyilli olduğunu bizə göstərir. Bununla bağlı maraqlı məsələlər olur və çox asan məsələlərdir. Məsələn, dağı verir, deyir ki, dağ hansı azimutu və yaxud da hansı istiqaməti daha meyillidir. Əlbəttə ki, bunu bilmək üçün biz birinci növbədə azimut, onun dərəcələri və ona uyğun istiqamətləri bilməliyik. İkinci növbədə də, yəni horizontalların harda sıx olması varsa, oranı dik ərazi götürəcəyik, yəni meyilli ərazi götürəcəyik. Məsələn, buna uyğun bir forma göstərim sizə. Horizontal çəkək yenə. Belə bir horizontal çəkək. Məsələn, belə bir dağ verib bizə, deyir ki, bu dağın meyilli olduğu hissəni göstərin. Mən hər zaman deyirəm, buradan bir də, baxın bu hissədən oxlar çəkirik, bu hissədən. İndi məndə biraz elə alındı ki, bu tərəfə düşəcək, lap cənub-şərq də götürə bilərik. Deməli, bu hissə şimaldır, cənubdur, şərq və qərb. Bu tamamilə başqa bir mövzudur. Azimutla da bağlı məsələlərin izahını verəcəm mən sizə. Deməli, bizə deyir ki, ən çox meyilli hissə haradır? Əslində mən şəkli yaxşı çəkməmişəm. Gəlin elə amma bunu qərb götürək. Baxırıq ki, bu hissə daha çox yaxındır bir-birinə. Ona görə də istiqamət olaraq deyirik ki, qərb istiqaməti. Yox, əgər bizə azimut istəyirsə, azimut, qərbin azimutu 270 dərəcə təşkil edir. Bu zaman biz variantda 270 dərəcə azimutu götürə bilərik. Və yaxud da bizə deyə bilər ki, dağın hansı yamacı daha az meyillidir. Əlbəttə ki, biz baxırıq ki, şərq hissə daha az meyilli olacaqdır. Hündürlüklə bağlı sizə məlumat verim.
Hündürlüklə bağlı məlumatı ona görə verirəm ki, bu bizim qarşımıza çox çıxır horizontal məsələlərində də. Əgər biz bunları fərqləndirə bilməsək hündürlüklərlə bağlı, o zaman testlərdə yanlış cavab seçmə ehtimalımız da çoxalır. Çünki bəzən müdavimlər, şagirdlər hündürlükləri fərqləndirə bilmirlər. Hündürlükləri iki forması var. Birinci forma olacaq nisbi hündürlük. İkinci forma isə olacaqdır mütləq hündürlük. Nisbi nədir? Nisbi tam dəqiq deyil. Biz həyatda da nisbi sözünü çox istifadə edirik. Mütləq isə tam-tamına doğru məlumatdır. Məsələn, götürək bir ərazini, belə bir ərazi götürürük. Gəlin çöp adamdan istifadə eləyək. Çöp adamın biri dağın ətəyində dayansın. Çöp adamın biri dağın zirvəsinə çıxsın. Bu insanla bu insanın arasındakı hündürlük fərqinə biz nisbi hündürlük deyəcəyik. Və yaxud da bunu elmi formada belə deyirik. İki nöqtə arasındakı hündürlük fərqinə nisbi hündürlük deyirik. Yaxşı, belə bir sual ortaya çıxır ki, bəs onda mütləq hündürlük nədir? Mən adətən bu hündürlüyü izah etmək üçün o deyir rəsm əsərindən istifadə edirəm, tam aydın başa düşmək üçün. Gəlin baxaq. Bunu qalınlaşdırım çünki mənim üçün lazım olacaq. Elə fikirləşin ki, bu hissə bir okeandır. Sonra sahilə çıxdıq. Sonra burada bir dənə belə bir dağ forması var. Gəlin yuxarıdakini silim, bunu tam başa salmaqdan ötürü sizin üçün. Deməli, dağın hündürlüyü əgər burada 0 metr yazaq, buna okean səviyyəsi və yaxud da dəniz səviyyəsi deyə bilərik. Dağın hündürlüyünü okean və yaxud da dəniz səviyyəsinə görə götürürüksə, bu olacaqdır mütləq hündürlük. Bir daha təkrar edirəm. Əgər dağın səviyyəsi, hündürlük səviyyəsi dəniz səviyyəsinə görə götürülürsə, bu olacaq mütləq hündürlük. Buradan çöp adamımızı çəkək. Buradan da bir dənə adam çəkək. Bu iki nöqtə arasındakı məsafəyə isə deyəcəyik biz nisbi hündürlük. Nisbi hündürlük. Məsələn, uşaqlar, götürək Bazardüzü zirvəsini. Azərbaycanda ən hündür zirvə Baş Qafqaza aid olan, Baş Qafqaz silsiləsinə aid olan Bazardüzünün hündürlüyü 4466 metrdir. 4466 metr onun mütləq hündürlüyüdür. Məsələn, biz Qəbələ rayonunun özünə gediriksə, Qəbələ rayonundan Bazardüzüyə qədər olan hündürlük 2500 də ola bilər, 2600 də ola bilər və yaxud da 3000 ola bilər. O baxır bizim rayonun hansı hissəsində dayandığımız. Yəni bizim özümüz də rayonda dəniz səviyyəsindən yüksəkdə durduğumuz üçün bizim dayandığımız nöqtə ilə Bazardüzü zirvəsi nöqtəsi arasında 4466 metr olmayacaq. Bir də deyirəm. Dəniz səviyyəsindən götürülən hündürlük 4466 metrdir. Əgər mən gedib Bazardüzü dağının ətəyində dayanıramsa, əlbəttə ki, zirvə ilə ətəy arasında 4466 metr olmayacaq. Müxtəlif olacaq. Əlbəttə, ora gedən alpinistlər daha yaxşı bilər və yaxud da biz mütləq hündürlüyü barometrlə ölçürük. Barometr, aneroid, yəni təzyiqi göstərən cihazla. Və o təzyiqin nə qədər düşməsindən bağlı olaraq həmin ərazinin hündürlüyünü ölçmək olar. Və ona görə də biz deyirik ki, mütləq hündürlüyü barometrlə ölçürlər. Barometr təzyiq ölçəndir. Çünki hər 100 metrə qalxanda 10 dərəcə təzyiq düşür, 10 civə sütunu düşür. 1000 metrə qalxdıqca isə 100 millimetr civə sütunu təzyiq düşür. Məsələn, tutaq ki, biz dağın ətəyindən zirvəsinə doğru qalxmışıqsa və bizim barometrimizdə təzyiq 200 millimetr civə sütunu aşağı düşürsə, 200 millimetr civə sütunu elə 2000 metr deməkdir.
Yəni coğrafiyada biz bunu belə götürürük. Deməli bizim ətəyimizlə zirvə arasında 2000 metr məsafə fərqi var. Amma dəniz səviyyəsi tamamilə başqa bir şeydir. Məsələn, Azərbaycanda olan relyef formalarını biz Xəzər dənizinə görə götürə bilmirik. Hündürlük fərqini. Çünki Xəzər dənizinin özü də okean səviyyəsindən aşağıdır. 27 metr, 20.5, 28 metr. Bu ildə nəzərinizə çatdırım ki, Xəzər dənizinin son 40-50 ildə səhv eləmirəmsə ən aşağı səviyyəsi, yəni özünü göstərir. Yəni bu da ən böyük qlobal problemlərdən biridir. Deməli Xəzər dənizinin özünə görə biz relyefimizi götürə bilmirik. Bəs desəz ki, müəllim, bizdəki olan relyef formaları nəyə əsasən götürülür? Bizdəki relyef formaları Baltik dənizinə görə götürülür. Baltik dənizinə görə götürülür. Yaxşı, bunu yadınızda saxlayın. Artıq biz mütləq hündürlük və nisbi hündürlük anlayışını bildik. Əgər bizdən termini soruşsalar, tərifi daha doğrusu, deyəcəksiniz. Okean və yaxud da dəniz səviyyəsinə görə götürülən hündürlük mütləq hündürlük hesab olunur. İki nöqtə arasındakı hündürlük fərqi isə olacaqdı nisbi hündürlük. Nəyə görə nisbi hündürlük? Çünki aşağı hissədə duran bu nöqtə özü dəniz səviyyəsindən yüksəkdə yerləşir. Yəqin ki, artıq nisbi və mütləq hündürlüklə bağlı bizim çox da dərin problemimiz olmayacaq. Gəlin başlayaq. Horizontallarla bağlı qarşımıza çıxa biləcək məsələ formalarına. Qələmlərimizi hazır edək. Başlayaq. Məsələn, tutaq ki, bizim üçün belə bir horizontal verib. 2, 3 və 4. Berkştrix çölə çəkilib. Belə. Bu hissəyə isə bir A nöqtəsi qoyaq. Məsələn, deyir ki, kəsmə yüksəkliyi 10 metr olan sxemdə mütləq və nisbi hündürlüyü tapın. Mütləq və nisbi hündürlüyü tapın. Gəlin baxaq. Birinci növbədə biz nəyi bilməliyik uşaqlar? Kəsmə yüksəklik nədir? Onu bilək. Kəsmə yüksəklik nədir? İki qonşu horizontal arasında hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Yəni, baxın, bu hissə ilə bu hissə qonşudur. Bu horizontalla bu horizontal qonşudur. Bu horizontalla bu horizontal qonşudur. Yəni biz onsuz da yadınıza gəlirsə, dağı horizontallarla böləndə bu formada demişdik ki, bu hissə bura bərabərdir, bu hissə bu hissəyə bərabərdir. Yəni dəyişmir. Horizontallar arasında kəsmə yüksəklik dəyişmir. Məsələyə görə dəyişir ha. Yəni hər məsələdə bir kəsmə yüksəklik verilə bilər. Amma həmin məsələyə daxil olan bütün horizontal arasındakı məsafə eyni olmalıdır. Dəyişə bilmərik biz bunu. Burada da bu hissə bura bərabərdir. Bu hissə bura bərabərdir. Və bizə kəsmə yüksəklik nə verir? 10 metr. Deməli, bu horizontalla bunun arasında 10 metr fərq var. Bunların arasında da 10 metr fərq var. Bunların arasında da 10 metr fərq var. Bax, bu formada biz A-nın nisbi hündürlüyünü tapa bilərik. Birinci növbədə gəlin mütləqi tapaq, sonra nisbini tapaq. Mütləq hündürlükdə necə olacaq? Mütləq hündürlükdə ən aşağı horizontalı, yəni bunu su sahəsi versək, baxın buranı su versək, biz buranı 0 metr götürməliyik. Çünki dəniz səviyyəsi 0 metrdir. Bura 0-dırsa 10 metr yuxarı qalxdım. Bura olacaq 10 metr. Bir də yuxarı qalxıram 20 metr. Bir də yuxarı qalxıram 30 metr. Deməli, A nöqtəsinin mütləq hündürlüyü 30 metrdir. İndi nisbi hündürlüyü tapaq. Nisbi hündürlükdə artıq bu kənarda duran horizontala 0 metr verməyimizə ehtiyac qalmır. Elə biz buranı 10 metr götürsək, 20, 30, 40. Bu zaman A nöqtəsi 40 olur.
Amma fikir verin, bura 10'dur. Nisbi hündürlüyü tapanda iki nöqtə arasında hündürlük fərqini tapmalıyıq. Yəni A 40 metrdirsə, ətəyim 10 metrdirsə çıxacam. Burada 30 metr alacağım. Deməli A nöqtəsinin həm mütləq hündürlüyü, həm də nisbi hündürlüyü neçə metrdir? 30 metrdir. Deməli sizin üçün daha rahat olsun deyə məsələləri əyani şəkildə görmək üçün məsələ kitabından çəkib yerləşdirdim. Gəlin bu məsələlərin, bunlar sadə formada məsələlərdir. Bunların həllinə baxaq, sonra etap-etap çətinləşdirərik. Deməli deyir, sxemə əsasən A nöqtəsinin hündürlüyünü tapın. Yadınızda saxlayın əziz şagirdlər. Baxın, Berkştrik çölədir. Deməli bu relyef forması dağdır. Bu hissə dağın ətəyidir, dağın ətəyi. Bu hissə isə dağın zirvəsidir, zirvə. Və əziz şagirdlərim, dağın ətəyi olacaq bizim üçün burada kənar horizontal. Yəni bu hissə kənar horizontaldır. A nöqtəsinin dayandığı hissəyə isə daxili horizontal deyəcəyik. Daxili horizontal. Deməli, bu hissə oldu kənar horizontal. A nöqtəsinin verildiyi hissə isə daxili horizontaldır. Bu belə. İndi yadımızda saxlayın ki, kənar horizontal artıq 5 veribdirsə, bu deməkdir ki, kəsmə yüksəkliyim də 5'dir. Adətən məsələlərdə belə olur. Yəni, bu hissədə o demək deyil ki, hər dəfə bizə kəsmə yüksəklik verilməlidir. Əgər ətəyimizə 5 veribdirsə, elə kəsmə yüksəkliyi də 5 götürə bilərik. Deməli, 5 metr, 10, 15 və 20. Artıq gördük ki, daxili horizontalımızın məsafəsi nə qədər oldu? 20 metr. Bunu belə də eləyə bilərik, ayrı-ayrı sayıb. Horizontalların sayına da vura bilərik. 1, 2, 3, 4. 4 horizontaldan istifadə etmişiksə və hər horizontal arasındakı məsafə 5 metrdirsə, 5'i 4'ə vurub 20 metr alacağıq. Cavab 20 metr. Gəldik ikinci tapşırığa. İkinci tapşırıqda verib kəsmə yüksəkliyi 10 metr olan şəkildə A və B nöqtələrinin mütləq hündürlüklərini tapın. Gəlin yenə baxaq. Bu nədir? Berkştriklər çölə çəkilib. Demək ki, hansı relyef formasıdır? Bəli, dağdır və yaxud da təpədir. İndi bizim üçün həm A-nın, həm də B-nin mütləq hündürlüyünü istəyir. Yəni ayrı-ayrılıqda hündürlüyünü tapacağıq. Bunların arasındakı fərqi tapmayacağıq. Çünki iki nöqtə arasındakı məsafəni tapırıqsa, bu artıq nisbi hündürlükdür. Kəsmə yüksəkliyimiz neçə verib? 10 metr veribdir. Baxın uşaqlar, üçüncü horizontal 200 olub. Amma ondan əvvəl də bir horizontal var, ondan əvvəl də. Biz necə tapaq? Yəni, bu A nöqtəsinin, bu B nöqtəsinin hündürlüyünü necə tapaq? Əslində iki formada eləyə bilərik. Məsələn, məntiqi güclü olan uşaqlar şəklə baxan kimi bilirlər ki, A nöqtəsinin məsafəsi 180'dir. Yəni, rahatlıqla. Niyə? Çünki baxın, bu horizontal qonşudur mu? Qonşudur. Biz nə demişdik? İki qonşu horizontal arasındakı məsafə kəsmə yüksəklikdir. Kəsmə yüksəkliyim 10'dursa və aşağı düşdükcə azalırsa, yəni ətəyə düşürüksə, bu horizontalımın 190 metr olacaq, A isə 180 metr olacaq. Artıq mən A-nın mütləq hündürlüyünü tapdım. Belə də eləyə bilirik və yaxud da verilən hündürlük indi burada azdır da məsafə. Məsələn, rahat tapırıq, 10-10 düşdük. Nə edirik? 200'dan aşağı bir horizontal, 2 horizontal. Yazacağıq 200 çıxılsın, 2 vurulsun 10'a. 10 nədir? Kəsmə yüksəkliyimdir. Yəni 200'dən 20'ni çıxıram 180 metr. Mən bunu nəyə görə yazıram? Bəzən horizontalların miqdarı çox olur, o da vaxt aparır. Horizontallı sayırıq, kəsmə yüksəkliyə vurub və həmin
verilən ədəddən çıxırıq. Artıq A-nın ölçüsünü tapdıq. İndi görək 200-dən yuxarı B-yə neçə horizontal sürət çıxırıq? 1 horizontal, 2 horizontal. Burada da həmçinin. Əlbəttə dağa qalxdığına görə artıq üzərinə gələcəyik. Yəni 200 üzərinə 10 vurulsun 2, o da eləyəcək 220 metr. Demək, A nöqtəsinin mütləq hündürlüyü 180 metrdir. B nöqtəsinin mütləq hündürlüyü isə 220-dir. Yəni burada çətin heç nə yoxdur. Bəzən nə isə vurub böləndə riyaziyyatla bağlı çətinlik çəkən şagirdlər onun gözündə çox böyüdür. Yəni elə bacarmırsınızsa düşünün. Bura 200-dürsə, bura olacaq 220, daha doğrusu 210, bu hissə isə 220. Yəni rahat şəkildə horizontallarla üstünə gəlib kəsmə yüksəkliyi həmin məsafəni ölçünü tapa bilərsiniz. Sxemə əsasən kəsmə yüksəkliyi tapın deyir. Gəlin baxaq. Ətək, yəni xarici horizontal 250 metrdir. Daxili horizontalımız isə 1250 metrdir. Gəlin baxaq. 1250 ilə 250-nin arasında neçə horizontal var? Gəlin baxaq. 250-nin özünü də götürəcəksiniz. 1, 2, 3, 4. 4 horizontalım var. Yəni 1250-nin özünü götürmürük. Sadəcə ətəyi götürürük. 4 horizontaldan sonra 1250-dir deyir mənə. Nə ola bilər? Gəlin belə eləyək. 1250-dən 250-ni çıxaq görək. Bu ərazi ilə bu ərazi arasında nə qədər fərq var ki, mən onu 4 dənə horizontalı yerləşdirmişəm. 1250-dən 250-ni çıxanda 1000 metr eləyəcək. Burada da 4 horizontal keçdiyinə görə 1000-i 4-ə böləcəyik. Kəsmə yüksəkliyi 250 metr aldıq. İndi gəlin yoxlayaq. 250, bura olur 500, 750, 1000 və 1250. Gördünüz, bu tipli çalışmalar işləyərkən ətəklə, yəni xarici horizontalın daxili horizontal arasında fərqi tapın. Arada neçə horizontal varsa, onun sayına bölün, kəsmə yüksəkliyi tapacaqsınız. Gəldik məsələ 5-ə. Kəsmə yüksəkliyi 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü tapın. Gəlin baxaq. Görürsünüz 23 burada nə bu horizontalın üstündə deyil, nə də onun aşağısındakı horizontalın üstü deyil. Bu tip tapşırıqları deyib beyin işlətmək lazımdır. Əgər kəsmə yüksəklik 5-dirsə, deməli bu 23-ün olduğu aralıq ki var, bu horizontalla bunun arasında, yəni bura A olsun, bura B. A minus B bərabərdir 5 metr olmalıdır. Yəni bunlar arasındakı fərq 5 olmalıdır. Mən neçə qoya bilərəm? Məsələn, tutaq ki, A-ya mən 10 versəm, elə düşünərəm ki, A 10-dur. B mütləq 15 olmalıdır. Niyə? Çünki aralarındakı fərq 5-dir. Amma sizcə 23 10 ilə 15-in arasında yerləşəcək? Yox. Və yaxud da A-ya 5 versəm, məcburam ki, B-yə də 10 verim. 23 5 ilə onun arasında yerləşəcək? Yox, yerləşməyəcək. Ona görə də mən baxan kimi bilirəm ki, 23 20 ilə 25-in arasında yerləşir. A ətəyə yaxın olduğuna görə 20 metr, B isə olacaq 25. Yəni 23-ün göstərildiyi hissə ki var, nəyin arasında yerləşir? 20 ilə 25-in arasında yerləşir. Artıq mən A nöqtəsinin olduğu horizontalı rahatlıqla tapa bilərəm. Necə tapacağım? Çünki biz artıq bu hissənin 25 olduğunu bilirəm. Əgər 5-5 qalxırıqsa, 30 bura, bu hissə isə, yəni A nöqtəsinin verildiyi daxili horizontal isə olacaq 35 metr. Yəni A-nın mütləq hündürlüyü nə qədər oldu? 35 metr oldu. Gələk məsələ 6-ya. Görək məsələ 6-da şərt nədir? Deyir, kəsmə yüksəkliyi 200 metr olarsa, dağın zirvəsi ilə ətəyi arasındakı məsafəni tapın. Mərkəzdə verilmiş 2500 bizim dağın zirvəsidir.
Biz ilk növbədə dağın ətəyini, yəni bu kənar horizontalı tapmalıyıq ki, dağın zirvəsi ilə ətək arasındakı məsafəni tapaq. Kəsmə yüksəkliyi 200 metr verib. Bunun iki yolu var. Deməli, birinci yol adi riyazi yoldur. Bu riyazi yolda nə edəcəyik? Verilən hündürlüyü, yəni 2500-ü böləcəyik kəsmə yüksəkliyimizə. Burada da yerləşəcək 2 dəfə, daha doğrusu 1 dəfə 200, 2 dəfə olacaq 400, qalıqsa 100. Aldığımız bu qalığı zirvədən çıxırıq, yəni 100-ü çıxırıq. 2400 ki aldıq. Bu 2400 bizim daxili horizontalımızın hündürlüyüdür. Və sonra neçə horizontal qalır? 1, 2 və 3. 3-ü vuracağıq 200 metrə, yəni kəsmə yüksəkliyə. Deməli, 600 metr məsafə edir bunlar. 2400-dən çıxırıq 600-ü. Aldığımız 1800 bizim kənar horizontalımız, yəni ətəyimizin qiymətidir. Və bizə dağın zirvəsi ilə ətək arasındakı məsafəni soruşursa, dağın zirvəsi 2500 metr edir. Ətəyi çıxıram 1800-ü. Cavab 700 metr. Bu riyazi yoldur. Bəzən bu yol şagirdlər üçün qarışıq gəlir. Amma mən yenə də o izah etməyi özümə borc bilirəm, əlbəttə ki. Yəni, bu tipli tapşırıqlar işləyərkən dağın zirvəsi bölünəcək kəsmə yüksəkliyə. Aldığım qalığı həmin hündürlükdən çıxıram və o cavab artıq daxili horizontaldır. Və ondan sonra onsuz da əlimizdə kəsmə yüksəkliyimiz var və biz xarici horizontal, yəni ətəyi tapa bilərik. Amma digər yolu mən sizə başa salım, özünüz görəcəksiniz ki, o daha rahat yoldur. Deməli, 2500 görürsünüz dağın zirvəsidir. Yəni, bu heç bir horizontalda deyil. Demək ki, 2500, baxın, bu horizontaldan, əgər horizontal artırsaq, başqa bir horizontalın arasında yerləşəcək və 2500 onların arasında qalacaq. Ona görə də biz bu qırmızı işarə ilə göstərdiyimiz daxili horizontalın tapmağın ən rahat yolunu bu 200-ə görə götürəcəyik. Yəni, baxın, bu 200-ə görə. Daxili horizontal axı zirvədən aşağıdadır. 2500-dən az və 200-ə bölünən ilk ədədi götürəcəyik. Yenə deyirəm. 2500-dən az, yəni zirvədən az və 200-ə tam bölünən. Əlbəttə ki, bu 2400-dür. Deməli, bizim daxili horizontalımız 2400 olacaq. Baxın, bura oldu 2400. İndi dağın ətəyinə doğru düşdükcə azaltmalıyam axı. 200 düşəcəm. Niyə? Çünki kəsmə yüksəkliyim 200-dür. 2400-dən 200 çıxıram. 2200 buranın cavabıdır. Bu horizontalın cavabıdır. Təzədən 200 çıxıram. 2000 bu horizontalın. 2000-dən 200 çıxıram. 1800 kənar horizontalın. Yəni, ətəyin qiymətidir. 1800 metrdə kənar horizontal. Bizdən hündürlük fərqini soruşurdu. Zirvəmiz nə qədərdir? 2500. Kənar horizontal, yəni ətəyimiz nə qədərdir? 1800. Cavab 700 metr. Bu da bunun başqa üsulu, yolu. Gəldik 7-ci məsələyə. 7-ci məsələdə artıq nə istəyir bizdən? Çökəklikdən gedir söhbət. Çökəkliklərlə dağların məsələləri fərqli olur. Əslində düsturla getsək, amma normal qayda ilə getsək, başa düşülür şəkildə. Yəni, elə də böyük fərq yoxdur, görəcəksiniz. Kəsmə yüksəkliyin 10 metr olması və çökəkliyin dərinliyini istəyir bizdən. Kəsmə yüksəklik 10 metrdirsə, burada artıq dağın əksinə kənara çıxdıqca artıracağıq. Niyə? Çünki normalda belə götürsək, çöp adamımızı göstərək, çöp adamının dayandığı yer bu hissədən hündürdür. Bu hissədə buradır da, yəni dib hissədir. Ona görə yuxarı çıxdıqca artırmalıyıq.
Daxili horizontalım 10-dursa və kəsmə yüksəkliyim 10-dursa, 20 bu horizontalın qiyməti olacaq, 30 bu, 40 isə kənar horizontalın qiyməti olacaq. Bizdən çökəkliyin nəyini istəyir? Dərinliyini. Bəli, çökəkliyin dərinliyi elə 40 metr olacaq. Bu belə. Ondan sonra keçək məsələ 8-ə. Kəsmə yüksəkliyi 20 metr olarsa çökəkliyin dərinliyini tapın. Baxın, çökəkliyin dərinliyi mərkəz hissəsi 5 verib. Və kəsmə yüksəkliyim də nə qədərdir? 20 metr. Bu tip məsələlərdə elə daxili horizontalım 20 olacaq. Yəni kəsmə yüksəkliyi nədirsə, daxili horizontalım da olacaq. Və çökəklikdə kənara doğru qiymət artır. 40, 60 və 80. Kənar horizontalın qiyməti 80-dir. Bizdən nəyi soruşur? Çökəkliyin dərinliyini tapın. Çökəyin ən aşağı hissəsi, yəni dip hissəsi neçə metrdir? 5. Ən kənarı neçədir? 80. Bu zaman 80-dən 5-i çıxacağıq. Cavab 75 metr. Yəni bu çökəkliyimizin dərinliyi oldu. Gəldik məsələ 10-a. K nöqtəsinin mütləq hündürlüyünü təyin edir deyir. Gəlin baxaq, görək neçə gedir. Görürsünüz 5, 10, 15, sonra yenə 10 və buranı tapmalıyıq. Maraqlı da, bu horizontalın formatı ayrıdır. Elə bilin ki, aşıqlar, bu buna birləşib də, yəni elə fikirləşin. Baxın, sadəcə vermir, çaşdırır sizi. Deməli 5, 10, 15, deməli bu nədir? Dağdır, yəni yuxarı qalxır. Sonra baxın, aşağı düşür. 10, 5, 10, 15. Təzədən 10. Bir də neçə olmalıdır? Yəni K neçə olmalıdır? Mən demişəm ki, hər horizontalın arası eyni olmalıdır. Yəni bura 5-dirsə, burada 5-dir, burada 5-dir, burada. Və biz aşağı düşürük. Görürsünüz, içəridə də B qışdırığı belə veribdir, oxu içəriyə doğru. Deməli, bura çökəklikdir. 10 və düşürəm aşağı, neçə metr eləyəcək? 5 metr eləyəcək. Yəni 5, 10, 15, 10, təzədən 5. Vəssalam, K nöqtəsinin hündürlüyü 5 metr. Məsələ 12-yə baxalım. Çox maraqlı bir çalışmadır. Sxemə əsasən A nöqtəsinin hündürlüyünü təyin edin deyir. Nə gözəl. Baxın, artıq burada dənizimiz də var. Aytən müəllimənin dəniz çəkməyinə ehtiyac qalmayıb. Dəniz 0 metrdir. Biz artıq bunu bilirik. Baxın uşaqlar. 3 dənə horizontaldan sonra 300 olub. Deməli neçə artıb? 100 artıb da. 100, 200, 300. İki qonşu horizontal arasında fərq nə qədər oldu? Yəni kəsmə yüksəkliyim nə qədər oldu? Elə 100 metr. Artıq kəsmə yüksəkliyi bildik. Horizontal məsələlərində kəsmə yüksəkliyi bildiksə, deyir zaval yoxdur. Bütün məsələləri həll eləmək rahatdır. Və artıq gəldi. Burada 0-dır da, onsuz bu tərəf. Təzədən qalxacaq 100, 200. Ehtiyac yoxdur da o tərəfə getməyə. A nöqtəsinin hündürlüyü nə qədər oldu? 200 metr. Məsələnin şərtində, baxın, bu şəkil bütöv bir də məsələnindir. Yəni, burayla bura eyni olacaq, burayla bura eyni olacaq, bu nöqtə ilə bu eyni. Yəni, bütün horizontallarda, yəni, kəsmə yüksəklik eyni dərəcədə artacaq. Bunu qarışdırmayın. 19-a baxaq. Bu da başqa formada bir tapşırıqdır. Kəsmə yüksəkliyi 10 metr olarsa, sxemdəki verilmiş çökəkliyin dərinliyini tapın. Berkştirik içəriyə doğru çəkib, onsuz da çökəklikdir. Biz bunu aydın şəkildə görürük. Deməli, bura 20-dirsə, 20-dən aşağı 10 metr olacaq. 20-dən yuxarı 30, 40. Yəqin ki, bunu başa düşürsünüz də uşaqlar. Çünki dağda ətək aşağıda olur, zirvə yuxarıda. Bu çökəklikdir. Çökəkliyin iç hissəsi daha dərin olur. Bura qalxdıqca, yəni bura qalxdıqca artırırıq. Yəni bu hissəm 20-dirsə və kəsmə yüksəkliyim 10-dursa, bu horizontalla bu horizontal arasında fərq 10 olmalıdır. Bununla da bunun arası 10 olmalıdır. Ona görə artırırıq. Deməli, kənar horizontalım 40-dır. Daxildəki içəridə verilən nöqtə isə 6-dır.
Yəni 40-dan 6-nı çıxacaq, eləyəcək 34 metr. Bax, bu 34 metr verilmiş bu çökəkliyin dərinliyi deməkdir. Gəldik məsələ 17-yə. Sxemdəki təpənin nisbi hündürlüyünü müəyyən edin deyir. Zirvə nöqtəsini biz görürük ki, 133 metrdir. Bu horizontal isə 120 metrdir. Bizə nə istəyir? Sxemdəki təpənin nisbi hündürlüyünü istəyir. Birinci növbədə biz nəyi tapmalıyıq? Nisbi hündürlüyü tapmaq üçün. Bax, bunu tapmalıyıq. Bir də kəsmə yüksəkliyimi tapmalıyam. Kəsmə yüksəkliyim neçə ola bilər? Məsələn, kəsmə yüksəkliyi mən 5 versəm, onda bura olacaq 115, burada olacaq 125. Axı 125-dən sonra 133 gələ bilməz. Gərək bir dənə də horizontal çəkilsin. Ona 130 verək, sonra 133 olsun. Deməli, bu 5 deyil. Ona baxaq. Bir dəqiqə pozun bunu. Qarışdıracaqsınız. İndi 10 verək. O zaman bura olacaq 110. Bura isə 130. Bəli, alındı. Çünki 130-un, buranı silim, yaxşı görsənsin. 130-un üstünə 10 gəlsəm, ayrı horizontal olsa 140 eləyər. O da ehtiyac yoxdur. Deməli, kəsmə yüksəkliyim artıq nədir mənim? 10-dur. Kəsmə yüksəkliyim 10 metrdir. İndi bura 120-dirsə, bura olacaq 110. Kənar horizontalım olacaqdır 100. Və bizdən nə istəyir? Təpənin nisbi hündürlüyü. Niyə nisbi hündürlüyü, əziz şagirdlər? Çünki baxın, bura 0 metr deyil. 0 olsaydı, onsuz da bu 133 metr dağın mütləq hündürlüyü olacaqdı. Mənə nisbi istəyir. Yəni, mənim onsuz da bu nöqtəm 100 metr dəniz səviyyəsindən yuxarıdadır. Və ona görə də artıq bu hissə ilə, yəni ətək hissəsindən zirvə hissəsində arasında qalan məsafə nisbi hündürlük olacaq. Mütləq hündürlük yox. Yazıram. 133 metr çıxaq 100 bərabərdir 33 metr. Yəni, bu dağın, bu təpənin nisbi hündürlüyü 33 metr təşkil eləyəcək. Gəldik sonuncu məsələmizə, 22-ci məsələ. Kəsmə yüksəkliyi 10 metr olan sxemdə A və B nöqtələri arasında hündürlük fərqini tapın. Gəlin baxaq. Kəsmə yüksəkliyim 10-dur. Bu nədir bizə? Dağ. Çünki B qışlıq kənara doğru çəkilib. Bura isə çökəklikdir. Kəsmə yüksəkliyim nə qədər oldu? 10 metr. Əgər ətək 70-dirsə, bura olacaq 80, A olacaq 90. Yazdıq A-nı 90 metr. Gəldik bura. Bura 70-dirsə, aşağı düşdükcə azalmalıyıq. B oldu 60. Bizə nə istəyirdi? Aralarındakı nisbi hündürlük fərqini istəyirdi. Yəni, 90-dan 60-ı çıxacam, eləyəcək 30 metr. Yəni, A və B nöqtələri arasındakı nisbi hündürlük fərqimiz neçə metr elədi? 30 metr elədi. Bugünlük bu qədər. Məni dinlədiyinizə görə çox sağ olun. Əslində, bu sizin inkişafınız üçün var. Siz nə qədər çox rəy yazsanız, nə qədər çox bəyənmə versəniz, və yaxud da ki, hansı dərsin izahını istəyirsiniz, onu mənə şərh bölməsində yazın. Əgər iradınız varsa, iradınızı da bildirə bilərsiniz. Çünki mən iradlara açıq bir müəlliməyəm. Çalışaram ki, hər dərs o, necə deyək, zəif nöqtələrimizi daha da düzəldək və sizin qarşınıza daha gözəl dərslərlə çıxaq. Çox sağ olun, dinlədiyiniz üçün minnətdaram. Hər birinizə təşəkkür edirəm. Sağ olun.